Euler Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Venn diaqramı nəzər saldığım zaman görür ki, burada ağıllı uşaq janr olaraq nağıl janrıdır. Xan Sarayı isə janr olaraq əfsanə janrıdır. İndi baxırıq, aid olduğu janrın məzmunca 3 növü var. Deməli, nağıl, bəli, nağılın məzmunca 3 növü var. Bu doğru fikirdir. Heyvanlar haqqında olan nağıllar, sehir nağıllar və məişət nağılları. Baş qəhrəman bütün çətin sualları öz ağıl və bacarığı ilə həll edərək şər qüvvələrə qalib gəlir. Deməli, ağıl uşaq nağılında Əhməd bütün qüvvələrə, bütün çətin məsələləri özü həll eləmir. Bəzən kömək alır. Bu səhv fikirdir. Şifahi xalq ədəbiyyatının epik növünə aiddir. Deməli, həm ağıl uşaq, həm də Xan Sarayı şifahi xalq ədəbiyyatının epik növünə aiddir. Bu doğru fikir sayılır. Həm nəzm, həm də nəsr olan nümunələrə rast gəlmək mümkündür. Xeyr, bu heç birisinə uyğun gəlmir. Bu səhv fikirdir. Sonda baş qəhrəman onu cəzalandıran xandan intiqamını alır. Ümumiyyətlə, burada xandan intiqam alma məsələsi heç birisində yoxdur. Ona görə bu yanlış fikirdir. Əsərin ideyası əmək və sənətkara düzgün qiymət verilməsi ilə bağlıdır. Bəli, Xan Sarayı əsərinin, yəni əfsanəsinin əsas ideyası əmək və sənətkara düzgün qiymət verilməsi ilə bağlıdır. Bu doğru fikirdir. Deməli, bizdən testin şərtində doğru fikirləri soruşduğuna görə testin cavabı 1, 3 və 6 olacaq. Deməli, testin doğru cavabı D bəndidir.